Əli Ədalətli təqdim edir. Əziz dostlar, hal-hazırda Xocasən kəndindəyəm. Bəli, Bakının 30 kəndlərindən biridir. Qədim kənddir, tarixi qədim olan bir kənddir və bura əlbəttə ki, toya gəlmişəm. Dəyərli qardaşımız, dəyərli dostumuz Məhəmmədin toyuna gəlmişik. Bu günləri düzdür, dana kestidir. Yəni bunların bir adəti var. Yəni ümumən Bakılıların bir adəti var. Dana kesti və əlbəttə ki, biz də gəlmişik, onu da işıqlandıracağıq və bayaqlarda dəyərli Sarpayımız da Kərbəlayı da bildirdi ki, hətta bir başqa adət də var ki, o nə adətdir? Qapı-qapı gezmək və əlbəttə ki, kənd sakinlərini toya çağırmaq. O da birazdan olacaq, əlbəttə ki, qapı-qapı gezib kənd sakinlərini toya çağıracaq. Sağlayan oğlunun toyuna. 30'u da saat 1'de yolbaşı verirsen xınıya. Sağ ol. Kərbəlayı, xoş gördük səni. Allah sənə var eləsin. Salamlayıram. Həmişə belə xeyir işlərdə olur. Var olasan. Bu Həmişə belə toylarda, nişanlarda olasın. gözəl bir adətdir sizdə. Bildiyimə görə, daha doğrusu bu gün bildim ki, siz deməli toya, yəni o yüzden o vaxtda məlumat verəcəksən. Deməli toylara çağırırsan bir qapı-qapı. Bir o istərdim bu vaxtda danışasan. Bizdə bu adət-ənənələr bir çoxdandandır da. Yəni bu bir necə deyirlər, dədə-baba bir adət-ənənəsidir ki, bizlərdə qadın toylarına məsələn qadın xəbər edirik, kişi toylarına özümüz xəbər edirik. Biz bu adət-ənənəni qoruyub saxlayırıq. İndi biz qapı-qapı dögürük deyirik, cəmaət hamısı gəlir o toya, iştirak edir, necə lazımdır. İndi ayın indi 30'u toy axşamımızdır, 31'i də inşallah ki toyumuzdur. Toyumuzdur inşallah. Bütün də kəndə biz belə xəbər edirik. Və Kərbəlayı, mən burada əlbəttə nəzərimdən qaçmadı. İstərdim ki, onu kameraman dostlarımız göstərsin. Şəhidimiz var burada. Şəhid Məmmədov Elxan adlı olan bulaqdır. Bunlar bizim 92 orada müharibə başlayanda 90'da Qarabağ müharibə başlayanda bunlar 96-cı ildə şehid olanlar bulaqları olan bulaqlarıdır. Və kəndimizdə bu 2-ci Qarabağ müharibəsindən də olan şehidlərin bulağı var və bizim kəndimizdə 41-45'də də döyüşən şehid olanların bulaqları da var. Kərbəlayı, həqiqətən də çox gözəl bir adətimiz var. Çox möhtəşəm bir adətdir ki, mən deyərdim ki, mən özüm də Bakılıyam. Bakı kəndlərində yəni belə bir adətin sizin kənddə olmağı bir xoşdur. Yəni toya qapı-qapı düşürsünüz, çağırırsınız. Neçə illərdir belə də? Bu neçə illərdir bu valla bir ekspresiya bizim elə məsələn bizdən də qabaq xəbər edən dayı bu Kərbəlayı dayı olub bu burada işləyir, yaşlı kişidir, yaşlı. O da Sarpay olub. O da toylara xəbər edən olub. İndi hal-hazırda bu qapısının ağzındayıq, o da işləyir, orada işi ilə məşğuldur. Allah canını sağ eləsin. Yəni, məsələn, sizdə məhəllələr vardı, yəni Xocasəndə. Məsələn, aşağı məhəllədə, yuxarı məhəllədə, yəni ola bilər ki, toydan xəbər olmayan insanlar var. Siz gedirsiniz qapıya. Biz olan hamısını bizcə qapı-qapı dögürük, məsəl üçün, aşağıda məsəl üçün. Orada Hamamçılar məhəlləsində qalanlar var, məsəl üçün, məscidin yanında, məsəl üçün, məktəbin yanında var, stadionun yanında var. Yəni məhəllə-məhəllə gedirik də, məsəl üçün, burada odanın yanında, məsəl üçün, qalanlarımız var. Biz belə deyirik də, məsəl üçün, toy olanda, məsəl üçün, şimdi odanın yanında qalır, məsəl üçün, Mir Müsəmdir, məsəl üçün, oğlunun toyudur, məsəl üçün. İndi məsəl üçün, ayın indi 20 sentyabr bu dayının oğlunun toyunu xəbər edəndə, məsəl xəbər alanda harada qalır? Elxanın bulağının yanında, Şəhid Elxanın bulağının yanında ki, bulaqları hamısı tanıyır. Üzü bu adreslər, üzü belənçiyinə biz bunlara cəmaata belə təqdim edirik. Salamlayaq ağsaqqalı da. Hər vaxtınız xeyir. Əmican, xoş gördük sizi. Allah sizdən sağ olasın. Allah var eləsin. Yorulmayasın. İşiniz irəli olsun. Şad olduq Xocasən kəndində. Adınız necə oldu? Nərbala. Nərbala əmi. Allah sizi qorusun. Allah can sağlığı versin. Əmi toya çağırmısınız yoxsa indi? İnşallah, indi deyəcəyəm. Nərbala əmi, Allah qoysun, ayın 31'i Salih əminin oğlunun toyudur. 31'i. 30'u da saat 1'də qadınlar. Çox mübarək. Sağ ol. Sən görürsən nə qədər. Allah xoşbaxt eləsin, cəmi subaylar. Amin. Bir daha Məhəmmədimizə dayıdır. Onu da deyərəm. İnşallah. Oldu yaxşı. Allah sizi var etsin. Hər zaman gözəl günlərə gələk. Var olasınız. Davam edirik əziz dostlar. Gördüyünüz kimi həqiqətən də mənim özüm üçün də çox maraqlı oldu. Dərhal mən Xocasənə gəldim. Çox maraqlıdır ya bu adət ki, yəni toydan öncə, məsələn toya 4-5 gün qalmış, artıq bizim Sarpay Kərbəlayı qardaşımız artıq çıxır, ümumən qapı-qapı deyir ki, filan kəsin toyudur, hər kəs orada gözləyirik və xəbəri olmayan insanlar da, ümumən Xocasən sakinləri də hər kəsi artıq toya gəlirlər. Düzdür? Həri. Bu küçüylə gedirik inşallah. Var elə, inşallah. Yəni də dəvət edirik toya. Ayın 31'i Salih'in oğlunun toyudur Məhəmməd. Çox mübarək. Biz gəldik sizlərə xəbər verir. Allah canınızı sağ eləsin. Oyun olsun sizin qapılara gələk. Sağ ol. Allah xoşbəxt eləsin. Allah var eləsin. Xoşbəxt eləsin. Sağ ol. Aha, istərdim şəhidimizi də göstərək, şəhidimizin bulağını. Şəhid Pircanov Xan Əhməd. Allah rəhmət eləsin.
Allah cəm edənlərimizə rəhmət etsin. Bəli, bu oğullara borcluyuq. Həqiqətən də bu oğulların qarşısında baş əyirik. Allah onların ruhunu şad eləsin. Bu günləri biz rahat dövlətimizdə, vətənimizdə geziriksə, belə oğullara borcluyuq və artıq Xocəsən kəndində də demək olar ki, şəhid sayı demək olar daha çoxdur, mən görürəm. Yəni vətən üçün, dövlət üçün döyüşən oğullarımız çox olub. Bunları da kənd uşaqlarıdır, bu təşkil edən. Burada bir Ağakərim qardaşımız var bizim. Hələ bu səliqə səhmanı o yaradır. O yaradır. Ağakərim qardaşımıza Allah can sağ olsun. Ruhlarına dua oxuyurlar. Maşallah, maşallah, gözəl. Bu şərəitləri bunlar burada yaradıblar. Gözəl, gözəl. Ağacların sulanmağıdır, bu güllərin baxılmağıdır, bu təmizliyə rəayət olunmağı hamısını bu Ağakərim qardaşı burada idarə edir. Əhsən qardaşımıza, Ağakərim qardaşımıza salamlayıram buradan. Var olsun ki, belə gözəl işlər görür. Ayın 31-i Salihin oğlunun toyuna Məmmədi. Sağ ol. Göstər. Yəni bibini salamlayıram və əlbəttə ki, bibi şirinlik də verirsən maşallah. Bibi şirinlik bir nənəsidir. Aha, bibidən 10 manat şirinlik gəldi. Dostlar, görürüz ki, bu da bir adətdir ya. Bibican, xoş gördük səni. Sən zəhmət olmasa bir dənə yaxınlaşım. Mən səni yaxınlaşacağam. Buyur. Bibi. Maşallah bu adət neçə illərdir var sizdə. Çox sevindirici bir haldır. Çok mübarek. Yarayanlardan olsun. Böyle qarayanlardan olsun. Su başçısa sizin için olsun. Allah sizi var eləsin. Evlatlarınız varsa evlatlarınız olsun. Sizin şirinliğiniz. Allah səni var eləsin, bibi. Sağ ol, çox sağ ol. Mən də bunu kameraman dostumuza. Buyur, qardaşım. Bibican, var olasan. Allah sizi var eləsin. Var eləsin. Var ol. Bu Bakı toylarında, çox ağır keçir toylarımız. Yəni ümumi Bakı toylarında çox ağır keçir. Çünki sərfaylıq da çox bir ağır bir məsələ. Bəli. Çox ağır məsələ. Çünki toyda içkili olur və hər bir çətindir. İdarə etmə çətin olur. Amma Allah salamat eləsin ki, uşaqlar, cavanlar, yaşlılar Qulaq asırlar. hörmət edirlər. Yəni ki, toyu idarə etmə gəlirəm. Bu çətin bir şeydir. Kərbəla belə bir söz deyim, yəni sərpayı olmaq çox çətin bir şeydir. O Bakılıların bir sözü var da, gələk biraz blatın olmalıdır ki, səni eşitsin. Dost, tanış, gənc, böyük. Uşaqlar hörmət edirlər. Əlbəttə ki. Salam aleyküm. Necəsən? Çıx bir bayrağı. Salam aleyküm. Xoş gördük. Sən belə nəvələrinin toyuna xəbər edəyək. Məhəmmədin toyuna, Salihin oğlunun toyuna. İndi sən də öz xeyir duavı verginə. Yəni bu kəndimizin toyudur. Yəni bu kişi sənə sual verir. Əmican, adınız necə oldu? Eyvaz. Eyvaz əmi. Eyvaz əmi, istərdik ki, sənə də təbriklər veşidək. Bir Xocəsən olaraq. Allah xoşbaxt eləsin. Qoşa qarşısınlar. Nəvələr var? Mənim var. Maşallah. Onların toyunda inşallah. Allah sizin. Davra da deyərsən sən. O da var gözüm. O birisi uşaqlara demişəm. Oldu. Davra da deyərsən. Savuğuya da deyərəm sonra. Var olasın Əmican. Var olasın. Gözəl günlərdə görüşək. Var olasın. Allah'sı varsın. Var olasın. Allah kömürünü. Çox sağ olun. Var olasınız. Sağ ol. Sağ ol. Səmi! Ha Səmi! Artıq Səməd dayıgildəyik. Ayın 31'i Salih'in oğlunun toyuna. Hani burada öyler vardı. Ben de bu şifreli öy vardı. Aha. O öyün üstü öy. Pencereler gümbezli. Sonra söktüler öyle qədimi öydü. Çok qədimi öydü. Yani böyle duvarlar enli. Böyle pencerenin kapının üstünden, pencerenin üstünden. Duvarlar çok enli bir duvarlardı. Gümbez var idi. Gümbezden ışık düşürdü yani. Ona elə eləyiblər ki, o vaxtlar eləyiblər ki, çox işıq yanmasın da bir işıq düşsün. Evet. Dostlar əmi! Ay dostlar əmi! Dostlar əmi! Ayın 31'i Məhəmmədin toyuna Salam aleyküm. Gəl. Xoş gördük sizi. Çəkilişli bunlarla da bir xeyirdir. Əli, Allah var eləsin sizi. Allah canınızı sağ eləsin. Çox mübarək. Həmçin xeyir işlərin Var inşallah. olasınız. İndi Gözəl dostlar, günlər. Xoş gəlmisiniz. Buyurun siz də gəlin evə. Allah sizi var eləsin. Cavanşir öydədir. Evdə yoxdur deyərəm də. Onlara da deyərsən onu. Gözəl günlərdə görüşək hər Sağ ol, zaman. sağ ol. Var olasın. Eski şartlıqlardan. Allah sizi var olasınız. Var olasınız. Amma cavan Yaxşı olmadı gələn. Yo, Xoş oldu, var olasın. Xoş oldu. Cavanşir əmiyə deyər. Var olasın. Vallahi. Və gördüyünüz kimi mən hazırda şəhid bağını gördüm. Bacım oğludur. Razı olsun. Ha, Allah. 20 gün qalıb zatda Yanşaq zalında dağda. Aha. Burada ermənilər, burada bizimkilər. 20 gün qalıb yanvar ayında. 20 gün qalıb. 20 gün qalıb yanvar ayında. 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 20
nə götürə bilməyiblər. 20 neçə gün. 20 neçə gündən sonra keçiblər hücuma, gətiriblər. Şəhid Quliyev Aydın. Aydın. Allah rəhmət eləsin. Verdi o. Allah verdi oğlu. Yeri beşli olsun. Və dostlar, onu deyim ki, demək Xoca səndə bir çox yerlərdə, məhəllələrdə demək ki, şəhidlərin bulağını görəm. Bu da təqdirə layiq bir haldır, xoş bir haldır ki, vətən oğullarının həqiqətən belə qiymət və dəyər verirlər. Sonra bizim gözəl bir ənənəmizdir. Bəli. Çarpayı qapımıza gəlir xəbər. Xoşdur bizə. Allah sizi var eləsin. Gözəl günlərə gələk qapımıza. Sağ ol. Var olasınız. Görüşürüz. Sağ olun. Sağ olun. Sağ olun. Xoş gördük. Xoş gördük. Salamlayıram sizi. Allah sizi var eləsin. Allah canı sağ eləsin. Çox mübarək. Məhəmmədin toyuna xəbər edirəm. Sağlayan oğlundan mescidin arxasındadır. İnşallah. Ayın 31-də. Baylardan görə. Qardaşlarımın da deyərsən də burada. Deyərəm. Gözəl günlərə gələk hər zaman. Allah sağ var eləsin. Var olasın. Çox mübarək. Allah xoşbəxt. Var olasın. Var olasın. Arasləmi. Salam melek. Xoş gördük. Xoş gördük. Gəl ayaqda, xoş gəl. Xoş gördük. Allah var olsun. Allah canı sağ olsun. Allah Əmin şükür. oğlu. Məhəmmədin toydu Sağlayan oğlu. Çox mübarək. Mescidin arxasında Xoşbəxt qalırlar. olsun. Allah Var da olasın. bak suva. Oğlun gəlsin sənin Sağ ol, salama. sağ ol. Gözəl günlərə gələk qapımıza. Sağ ol, sizin qapıya gəlin. Allah var eləsin. Neçə illərdir bu adət var burada. Çox maraqlıdır ya. Çox bu dəmir şeylə olur. Yaxşı olur. Adət, yaxşı adət. Allah sizi var eləsin. Hələ biz də inşallah ya çeşitli qrupamızdan inşallah sizin qapıya gələk. Şad günlərə, gözəl günlərə gələk. Bir boy vaxt qapımızı Var olasın saqqal. Allah canı Gəlin sağ eləsin. çaydan Var olasın. Allah var eləsin. Kərbəlayı, yəni də bir şəhid bulağı gördün. Küçədə qalan adam olur. Ha, O da- şəhid Məmmədov Zakir. Bu da elə o vaxtı 94-cü Könüllü ildə. gedənlərdən olur bu. Ha, Allah Çox rəhmət bərk eləsin. döyüşkən olur. Bərk döyüşkən olur. Eşitdiyimizə görə bir ermənilər bunun başına pul da qoyub ki, yəni çox özün yəni şey yapıyor, belə fəda edib yəni bu. Kərbəlayı, görürəm hazırlıq gedir burada. Bu toya hazırdır gedir. Çadır qurulur, ha, palapka qurulur. Palapka qurulur inşallah. Aha. Allahın izniyle bu yemək, bu toyxanamızdır. Toyxana. İnşallah. Yeməkxana orada da olacaq. Yeməkxana bir yanda olacaq. Həyətdə olacaq. Toyxanamız inşallah, yeməkxanamız inşallah qurulacaq o yanda. Əziz dostlar, mayın 31, 2025-ci il. Burada bir daha Burç atasının olacaq ki. İnşallah, inşallah. Möhtəşəm. Möhtəşəm. Xocasən toyunu görmək istəyən mütləq əlbəttə ki, həm Xocasənə gəlsin, həm də bizim efiri izləsin. Xoş gördük, arkadaşlar. Salamlayıram sizlərə də, var olasınız. Həm soylarda var olasınız. Sizin də sizlərin təbrikləri eşidəydi hamımızın. Hələ sizdən başlayaq. Allah sizi var eləsin. Sağ adamlar yetişsin inşallah. Ölmesin olur toyunda. Mehmet bizim yaxınımızdır, olmuşdur. Allah mübarək etsin. Gözəl günlərə gələk. Buyurun qardaşım. Çox mübarək. Allah xoşbəxt versin. Sağ ol. Sağ ol, sağ ol. Əmican buyur. Buyur. Çox mübarəkdir. Bilirəm, nə pasadır. Nəyin atasıdır? Allah sizi sağ ol. Çox mübarək. Dedim. Ən çətin yük sizin üzərinizdə olur hər zaman. Övlad böyütmək, tərbiyə etmək. Siz də maşallah həqiqətən də ağıllı, tərbiyəli bir övlad böyütmüsünüz. Allah sizi var eləsin. En yüz illik şu Fadım üstündə. Baz yolundan. Baz yolunun üstündədir. Allah xoşbəxt etsin Əmizan. Var olasınız. Gözəl günlərə gələk həmişə bura. Şad günlərə gələk. Var olasınız. Məhəmməd, xoş gördük səni qardaşım. Allah səni var eləsin. Xoca səndəyik bu günləri. Bugün mayın 28-idir. Dana kəsdi günüdür də sizdə, düzdür. Və 31-i də inşallah toydur da. Allah səni xoşbəxt eləsin. Gözəl günlərə, şad günlərə gələk. Və istərik ki, sən də elə tamaşaçılarımız səni izləyirlər. Sən də elə subaylara istədik ki, Baylarsınız. Baylar. Allah səni var eləsin. Birazdan yəqin dana kəsdi olacaq. Sizin adətinizdir. Özdə bayaqlarda mən Kərbəlayı ilə gezdim. Çox maraqlı bir adətiniz var ki, qapını çağırma. Çox bir harca bir 10-15 nəfər elə bizi ilə gezdilər. Amma 2-3 gün burada gezilir. Amma Spinnəcən gəzilib xəbər olunacaq. maşallah. Allah səni xoşbəxt etsin qardaşım. Əziz dostlar, birazdan dana keçmə başlayacaq. İzləyin bizi. Danalarımız kesildi. İndi isə biblərimiz görüşü hazırlayırlar. Bizdən xoş gördük sizi. Evin göstərəcəmiz olmasa. Allah sizi var eləsin. Həmişə toyda dışarıda olasınız. Allah canınızı sağ eləsin. Adınız necə oldu? Adım Sevda. Sevda xanım. Demək Xocasən toylarında maşallah yeməklər sizə tapşırılır da. Ha, indi bu ətdən inşallah nə hazırlanacaq? İndi bunlar sabah üçün əşqarası düzəldəcəyik. Allah bilsən. Toy axşamı olacaq. Qadınlar üçün palatkada gün olsa
xinəkdə olacaq. Onda aşı qarasını hazırlayacağıq. Qadınlar üçün salamazlarda xinəkdə eləyirik. Aş bişirəcəyik, səhər salamat. Axşama da kişilər üçün içcigər eləyəcək. İçcigər, sonra kəllə, ayaq, hər şey. Maşallah. Bizə neçə ildir maşallah baba bu işdəsiz? Mənim 70 yaşım olacaq, 69 yaşım var. Nəvələr var da. Allah saxlasın, hamısını mənimkiləri də onların içində. Uşağım, nəvəmin biri atçılıqla məşğul olur. Maşallah. Allah hamını Gözəl günlərini görəsən. Amin, hamı. Mənim qayrımın uşağıdır, oğludur. Öz həyatımızda bir yerdə böyüyüb, əlimizdə böyüyüb. Allah saxlasın, atasının, anasının da gözü aydın olsun. İnşallah toyda mən mütləq dadacam sizin fikriniz yeməkdən. Baxacaq inşallah dadacaq. Görəsiniz, istigərdə yeyəsiniz, İnşallah. aşda yeyəsiniz, nə xətriniz İnşallah. istəyir. Çünki mən bildiyimə görə əldən çox şey asılıdır da. Məsələn, ola bilər ki, eyni yeməyi 2 nəfər bişirsə, amma fərqli bişirə bilərlər. Hə, biz həmişə özümüz bişiririk, öz toylarımızda. Allah hamının ballasını qismət eləsin. Amin. Var olasın bebi. Gözəl günlərə gələk, şadlıqlara gələk. Allah sivar eləsin inşallah. Və əlbəttə ki, Həmişə xeyir işləri çəkək. amin. Burada bir balata gördün, dedilər. Hə. Bizim uşaqlarımız Salam belə ki. Allah saxlasın. Adı nədir? Səmra xan. Səmra. Neçə yaşı var? Səmranın bir yaşı var. Bir yaşı var. Ay maşallah. Səmranın dayısının toyudur. İnşallah. Öz toyuna yetişərik inşallah. Sağ olun. Gözəl. Allah saxlasın. Vətənimizə dəyərli bir övlad böyüsün inşallah. Biz siz də inşallah təbrik edə bilərsiniz. Əlbəttə ki, burada yoxsa siz də təbrik etsəniz. Mən Məhəmmədin timsalında bütün gənclərə xoşbəxtlik arzulayıram. Allah mübarək eləsin. Belə ən xoş günlər onların olsun, gənclərimizin olsun. Allah xoşbəxt etsin. Var olasın. Gözəl günlərə gələk. Ay, Xoş gördük. Adın nədir? Fəxi. Xoş gördük səni. Allah səni salamat etsin. Allah var olasan. Allah qorusun səni. Xoş gördük səni. Gözəl günlərdə həmişə görüşək. Xoca sənlisən sən də. Xoca səni çox sevirsən. Xoca sən ürəyindir sənin. Əhsən. Əla. Ötədi xoca sən bombadır. Əla. Doğrudan. Bakılı balası oynayırsan. Oynayabilirsən. İnşallah ayın 31 oynayacaqsan. Mənəmdə oynayırıq Bakılı balası. Allah salamat edesin. Allah qorusun sizi. Gözəl günlərə gəlir. İnşallah 31 yəni də buradayıq. Əlbəttə ki, möhtəşəm toydan, möhtəşəm çəkişlərimiz davam edəcək. Sən də buradasan, yəni də çubuğunda. Biz burada bir yerdə inşallah davam edəcəyik. Var olasan. İnşallah ki, bu dana kəsdi, bu qapıda çağırmaq, hamısı bu günləri artıq bitmək üzrədirlər. İnşallah əziz dostlar, dəyərli tamaşaçılarımız, inşallah mayın 31-i, yəni də mən Xocəsəndəyəm, mayın 31-i saat 18:00-da bu möhtəşəm kənddə, bu gözəl kənddə bizi izləməyə davam edin.